Bəzi kəndlər sadəcə yaşayış məntəqəsi olur, bəzi kəndlər isə bir xalqın yenidən doğuşunun rəmzinə çevrilir. Ağalı məhz belə kəndlərdəndir. İllərlə həsrət qalan bu torpaqda bugün yalnız evlər tikilmir, yeni arzular qurulur, yeni taleylər yazılır, gələcəyin təməli qoyulur. Bu kəndə qayıdan insanlar özləri ilə birlikdə yalnız xatirələrini deyil, qurmaq istədikləri sabahı da gətiriblər. Onların arasında isə həyatın ritmini dəyişən, insanlara ümid verən gənc qadınlar var. Onlar inanırlar ki, firavan gələcək gözləməklə deyil, birlikdə çalışmaqla qurulur. Məhz bu inamın nəticəsi olaraq Şərqi Zəngəzurda ilk dəfə qadınların təşəbbüsü ilə yeni bir iqtisadi birlik yaradıldı. Çiçək İstehsal İstehlak Qadın Kooperativi. Bu sadəcə yeni yaradılmış bir təşkilat deyil. Bu, ortaq məqsəd ətrafında birləşmiş qadınların gələcəyinə verdiyi vəddir. Kooperativin 5 təsisçisi var. Onların hər biri gəncdir. Onlar hər biri ağalının inkişafına, şəxsi uğurlarından daha qiymətli hesab edir. Bugün artıq 25 qadın bu ailənin üzvüdür. Hər biri müxtəlif sahədə fəaliyyət göstərir. Kimsə bağların bəhrəsini emal edir, kimsə meyvələri qurudaraq təbiətin dadını qoruyur. Kimsə ev mətbəxinin zəngin ənənələrinə qonaqlara təqdim edir, kimsə kənd turizmini inkişaf etdirir. Digəri şirniyyat hazırlayır, bostan məhsulları yetişdirir, cücə bəsləmə ilə məşğul olur. Fərqli peşələr, fərqli bacarıqlar, amma hamısının bir məqsəd birləşdirir. Qadın əməyini daha böyük iqtisadi gücə çevirmək. Bu yol təsadüfən başlamayıb. Kooperativin yaranmasından əvvəl ağalının aqrosahibkar qadınları bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş təlim proqramlarında iştirak etdilər. Onlar biznesin idarə olunmasını öyrəndilər. Kooperativ modelinin üstünlüklərini mənimsədilər. Rəqəmsal bacarıqlarını artıraraq müasir dünyanın imkanlarından istifadə etməyi öyrəndilər. Bu təlimlər qadınlara yalnız yeni məlumat vermədi, onlara öz imkanlarını daha çox inanmağı öyrətdi. Çünki inkişaf ilk növbədə düşüncədə başlayır. Bugün isə həmin biliklər real nəticələrə çevrilməkdədir. Bu böyük yolun önündə isə gənc bir qadın dayanır. Kooperativin sədri Çiçək Gəraylı. O, sosial şəbəkələrdə paylaşdığı videolarla ağalının gündəlik həyatını minlərlə insana sevdirir. Onun səmimi baxışı, doğma kəndinə sevgisi və insanlara verdiyi ümid bir çoxları üçün ilham mənbəyinə çevrilir. Çiçək xanım insanlara sadəcə izləyici kimi deyil, dəyişmənin iştirakçısı kimi görür. Bəlkə də elə buna görə kənd sakinləri onu sevir, ona inanır və onun ətrafında böyük həvəslə birləşirlər. Çünki həqiqi liderlik insanları arxanca aparmaq deyil, onlara öz güclərinə inandırmaqdır. Çiçək Qadın Kooperativi bugün yalnız məhsul istehsal etmir. Burada əməkdaşlıq mədəniyyəti formalaşır. Burada təcrübələr paylaşılır. Yeni ideyalar yaranır. Yeni tərəfdaşlıqlar qurulur. Yeni imkanların qapıları açılır. Ən əsası isə qadınlar bir-birinin uğuruna sevinməyi və birlikdə böyüməyi seçirlər. Onların məqsədi kiçik biznesləri daha dayanıqlı etməkdir. Məhsullarını yeni bazarlara çıxarmaqdır. Fəaliyyətlərini genişləndirməkdir, yeni iş yerləri yaratmaqdır. Ağalı, qadının iqtisadiyyat müstəqilliyini daha da gücləndirməkdir. Çünki güclü qadın, güclü ailə deməkdir. Güclü ailə isə inkişaf edən kənd deməkdir. Bugün Ağalıda yazılan hekayə yalnız bir kəndin uğur hekayəsi deyil, bu işğaldan azad olunmuş torpaqlarda qadın sahibkarlığının yeni inkişaf modelidir. Bu model göstərir ki, birlik, bilik və qarşılıqlı etimad bir araya gələndə böyük dəyişikliklər mümkündür. Bəzən böyük uğurlar bir insanın inamı ilə başlayır, bəzən isə bütöv bir cəmiyyətin gələcəyinə çevrilir. Çiçək İstehsal və İstehlak Qadın Kooperativi məhz belə bir gələcəyin başlanğıcıdır. Bugün atılan addımlar sabah daha güclü iqtisadiyyatın, daha firavan ailələrin və daha xoşbəxt insan həyatının əsasını qoyur. Ağalıda həyat yenidən başlayıb. Bu dəfə isə qadın biliyi, zəhməti və həmrəyliyi ilə. Və bu hekayə hələ yeni başlayır.